Tayyib, Bismillahirrahmanirrahim. Elhamdülillah. Ve salatu ve selamu ala Resulillah. Ve ala alihi ve ashabihi ecmain. Amma ba'd. Möhtərəm izləyici, bacı və qardaşlar, Allah Teala sizlərə bərəkət versin. Allah Teala'nın köməyi ilə Şeyx Abdurrahman Es-Sa'di, məşhur təfsir alimi, onun Fatihə surəsinin təfsiri barəsində olan deməli hissəsini oxuyacağıq. Onun təfsirindən Fatihə surəsinin təfsiri barəsində olan hissəsi. Bismillahirrahmanirrahim. Əvvəldə fikir verirsiniz, bundan başlayır. Deyir ki, insan deyəndə ki, Bismillahirrahmanirrahim, bu nə deməkdir? Ey əbtədi'u bi kulli isminlillahi Teala. Mən Allah Teala'nın bütün adları ilə başlayıram. Sən belə deyəndə, sanki Bismillahirrahmanirrahim deyəndə, sən Allah Teala'nın bütün adları ilə başlayıram deyirsən. Nəyə görə? Lənnə lafz Allah Lənnə lafz isim mufrad mudaf fə yəummu cəmiə əl-əsmə əl-husnə. Çünki isim sözü, ad sözü, Allahın adı ilə ad sözü müfraddır, təkdir və mudafdır ərəb qrammatikasında və ona görə də bütün digər adları, gözəl adları özündə əhatə edir. Allah huvəl mə'luh, əl-mə'bud, əl-müstəhiq li-ifradihi bil-ibadə. O ilahlaşdırılandır, ibadət olunandır və ibadətdə təkləşdirilməyə layiqdir. Nə deməkdir ibadətə təkləşdirilmək? Yəni, yalnız Allaha ibadət edirlər insanlar və cinlər və onu təkləşdirirlər və Allah da buna layiqdir. Limə əttasafə bihi min sıfətil uluhiyyəti və hiyə sıfətu əl-kəməl. Çünki Allah Teala'nın uluhiyyət sifətləri var, həmçinin kamillik sifətləri var. Allah Teala'nın deməli sifətləri kamildir. Ar-Rahman, Ar-Rahim nə deməkdir? Ar-Rahman, Ar-Rahim Allah Teala'nın iki adıdır. İsmani dəlləni alə ənəhu Teala zurrahmətil vasi'ati əl-azimə əlləti vəsi'ət kullə şey və ammət kullə hay. Allah Teala'nın iki adlarıdır və bunlar dəlalət edirlər ki, Allah Teala əzəmətli, geniş rəhmət sahibidir. Və onun rəhməti vəsi'ət kullə şey, hər şey əhatə edib. Və ammət kullə hay və hər bir diriyə, yəni çatıb onun rəhməti təsir edir. Hər bir diri faydalanır bundan. Və kətəbəhə lil-muttəqin əl-muttəbi'in li-ənbiyaihi və rusulihi. Və Allah Teala bu rəhməti yazıb təqva sahiblərinə, özünün nəbilərinə və elçilərinə tabi olanlara. Fəhəulə iləhumur rəhmətul mutlaqa. Onlara mütləq rəhmət aiddir. Amma digərlərinə isə və mən ədəhum fələhu nasibun minhə. Digərlərinə isə həmin rəhmətdən pay var, amma mütləq pay sahibi həmin o təqva sahibləridir, Allahdan qorxanlardır, peyğəmbərlərə, rəsullara tabi olanlardır. Aleyhimussalatu vesselam. Onların hamısına Allahın salamı və salavat olsun. Va'ləm ənə minəl qavaidil muttəfəqi aleyhə beynə sələfil ümmə və əimmətihə əl-iman bi əsməillahi və sıfatihi və əhkəmis sıfat. Bil ki, bu ümmətin sələfləri, imamları, yəni alimləri arasında müttəfiq olan bir qayda var ki, yəni hamısı eyni rəydədirlər, hamısının sözü birdir. Ona qaydadır, əl-imanu bi əsməillahi və sıfatihi. Allah Teala'nın ad və sifətlərinə iman gətirmək və əhkəmis sıfat, həmçinin sifətlərin əhkamlarına iman gətirmək lazımdır. Fəyu'minunə məsələn onlar iman gətirirlər ki, bi ənəhu Rahman, Rahim, zurrahməti əlləti ittasafə bihə əl-mütəalliqə bil-mərhum. Deməli, Rəhman və Rahim Allah Teala'nın rəhmət sifətidir və Allah Teala rəhmət sifəti ilə vəsf olunub ki, Allah Teala rəhimlidir və bu da mərhumlara, yəni insanlara
təsir edir, insanların üzərində görünür. Fə'n-ni'am kulluha əsərun min əsəri rəhmətihi. Məsələn, insanlara Allah Taala'nın verdiyi nemətlər onun rəhmətinin səmərəsidir, əlamətidir ki, Allah Taala rəhimlidir. Və həkəzə fi sairil əsmə, həmçinin digər adlar da bu cür. Yuqalu fil alim, məsələn, Allah Taala alim deyərkən, yəni biləndir. Mənası odur ki, innehu alimun zu ilmin ya'lemu bihi kullə şey. Ki Allah Taala elm sahibidir və həmin elmlə hər şeyi bilir. Yəni Allah Taala'da hər şeyin elmi var. Allah Taala hər şeyi bilir. Və qadirdir deyəndə isə biz deyirik ki, zu qudretin, yəni qüdrət sahibidir. Yaqdiru ala kulli şey. Hər şeyə qadirdir. Qadir deyəndə yəni hər şey qadirdir. Alim deyəndə hər şeyin elmi onda var, hər şeyi bilir. Bu deməli Bismillahirrahmanirrahim. Sonra gəlir bizdə Elhamdülillah. Elhamdülillahi Rabbil alemin ayəsində keçir. Elhamdülillah nə deməkdir? Allaha həmd olsun və ya həmd Allaha məxsusdur. Huve es-senâ'u alallah bi sıfati el-kemal. Allah Taala'nın kamil sifətləri ilə ona tərif demək, həmçinin və bi əf'alihi dairati beynel fadli vel adl, həmçinin fəzilət və ədalət feilləri ki var Allah Taala'nın. Onlarla Allah Taala'ya tərif demək. Fələhu elhamdu el-kamilu bi cemi'il vucuh. Allah Taala'ya kamil həmd məxsusdur. Hər tərəfli kamil həmd. Rabbul alemin, Ar-Rabb. Biz deyəndə ki, Rabbul alemin, elhamdülillahi Rabbil alemin. Rabb nədir? Ar-Rabb huvel murabbi cemi'il alemin. Bütün aləmləri tərbiyə edən deməkdir. Və huve men sivallahi bi xalqihi lehum. Allah'tan başqa digər məxluqlar aləmlər sayılırlar. Və i'dadihi lehum el-alat və in'amihi aleyhim bin ni'amil azimə التي لو فقدوها لم يكن لهم البقاء فما بهم من نعمة فمنه سبحانه وتعالى. Yəni Allah Taala onlar üçün alətlər hazırlayıb, onlar üçün deməli əzəmətli nemətlər verib. O nemətlər ki, əgər onu itirsələr insanlar və həmin o aləmlər onlar qalmazlar, yəni onların qalması mümkün deyil. Və onların əlində hər hansı olan bir nemət Allah'tandır, Allah Taala'dandır. Və tərbiyyətuhu Teala li xalqihi nev'an. Allah Taala'nın insanlara tərbiyəsi deyəndə iki növ nəzərdə tutulur. Ammə və xassa, ümumi və xüsusi. Fəl-ammə hiyə xalquhu lil-məxluqin və rizquhum və hidayətuhum limə fihi masalihuhum əlləti fiyhə bəqauhum fid-dünya. Ümumi tərbiyə deyəndə məsələn məxluqları yaratması nəzərdə tutur. Onları yaradıb, onlara ruzi verib, onlara yol göstərib, hidayət verib, özlərinə xeyirli olan işləri öyrədib, göstərib və hansı ki o işlərlə onlar dünyada qalırlar, mövcud olurlar. Bütün bu yolları onlara öyrədib. Vəl-xassa, xüsusi tərbiyə isə tərbiyətuhu li əvliyaihi, öz övliyalarına olan tərbiyədir. Fəyurabbihim bil-iman və yuvaffiquhum lehu və yukəmmiluhum və yədfə'u anhum as-savarifə vəl-avaiqa el-hailə beynəhum və beynəm. Deməli, xüsusi tərbiyə isə övliyaları üçün olan tərbiyədir. Onları imanla tərbiyələndirir və onları müvəffəq edir imana və onları kamilləşdirir və onlardan deməli Allahla özü ilə, yəni həmin övliyalar arasında ola biləcək maniyələri onlardan dəf edir, uzaqlaşdırır. Və həqiqətuha tərbiyətü təvfiq li kulli xeyr və l-ismatu min kulli şər. Yəni xüsusi tərbiyənin həqiqəti odur ki, hər bir xeyrə müvəffəq etmək və hər bir şərdən qorumaq. Və ləallə hədəl mə'nə huvə sirr fi kavni əksər əl-iyyətil ənbiyə biləfsər Rabb. Ona görə də ola bilsin ki, bu mənaya görə biz bildik ki, sir nədir? Sir nədir ki, bütün peyğəmbərlər onlar dua edərkən əksər duaları Rəbb
ilə başlayır. Yəni ya Rab deyib müraciət edirlər. Yəqin ki, sir budur. Nəyə görə onlar Rəbb deyib müraciət edirlər? فإن مطالبهم كلها داخلة تحت ربوبيته الخاصة. Və çünki onların istədikləri, onların tələb etdikləri hər şey onun xüsusi rübubiyyətinə aid olan işlərdir. Biz də dedik ki, xüsusi rübubiyyət nədir deyə. فدل قوله رب العالمين على انفراده بالخلق والتدبير والنعم وكمال الغناء وتمام فقر العالمين إليه بكل وجه واعتبار. Ona görə Rabbil Alemin deyərkən, aləmlərin Rəbbi deyərkən bu nəyə dəlalət edir? Yaratmaqda onun tək olmasına. Yalnız yaradan odur. Yaradan yalnız odur. İşləri idarə etməkdə yalnız odur. İdarə edən, nemət verən odur. Və Allah Teala heç nəyə ehtiyac yoxdur və bu işdə kamildir. Və Allah Teala və həmçinin bütün aləmlər hər bir tərəfdən, hər bir cəhətdən ona tamamilə möhtacdılar. Və bu cəhətdən də Allah Teala Rəbbdir. Allahdan başqa olan bütün aləmlər tamam şəkildə, tamamilə hər bir tərəfdən, hər bir cəhətdən ona möhtacdılar. Sonraki ayə Maliki yevmiddin. El-Malik huve men ittasafa bi sıfatil mulk elleti min athariha ennehu ya'mur ve yenha ve yuthibu ve yuaqib ve yetasarrafu bimemalikihi bi cemi'i enva'i et-tasarrufat. Malik yevmiddin, kıyamet gününün maliki, sahibi. Malik kimdir? Malik odur ki mülk sifətilə vəsf olunur, sifətlənir. Yəni mülk onundur və onun əsərlərindən səmərəsi də odur ki, nəticəsi də odur ki, o əmr edir və ya qadağan edə bilir, o mükafat verir və ya cəzalandıra bilir. Yəni özünün mülkiyyətinin altında olanlarla istədiyi kimi davrana bilir. Və adafəl mulkə liyevmiddin və huve yevmul qiyamə. Yevm yudanun nas fih, yevme yudanun nasu fihi bi a'malihim hayriha ve şerriha. لأن في ذلك اليوم يظهر للخلق تمام الظهور. يظهر للخلق تمام الظهور وكمال ملكه وعدله وحكمته وانقطاع أملاك الخلائق. Neye göre Allah Teala kıyamet gününün maliki, kıyamet gününün sahibi deyir? Məlik bizim dildə kral kimi də. Yəni kral, başçı, sahib kimi də tərcümə olunur da. Nəyə görə qiyamət günü Allah Teala dedi ki, qiyamət gününün sahibi, qiyamət gününün başçısı? Çünki qiyamət günü elə bir gündür ki, insanlar hesaba çəkiləcəklər, salih əməllər və ya şər əməllərlə və həmçinin Allah Teala həmin günü insanlar məxluqat üzərində zühuri tam olacaq və həmçinin onun mülkü kamil, daha kamil olacaq və ədaləti kamil olacaq və hikməti kamil olacaq və həmçinin insanların mülkiyyətinin qırılması görüləcək. İnqita əmləkil xalaq. Yəni bu dünyadakı krallar, bu dünyadakı mal mülk sahibləri müəyyən vaxta kimidirlər. Və qiyamət günü bütün bunlar qırılacaq və qalmayacaq onların həmin o rəhbərliklərindən, mal mülk sahiblərindən heç nə qalmayacaq. Hər şey Allaha aid olacaq. Hətta ənəhu yəstəvi fi dəlikəl yevm əl-muluk vəl-rəayə vəl-abid vəl-əhrar. Və hətta həmin gün, qiyamət günü, hamı eyni olacaq. Krallar da, onların əlinin altında olan insanlar da, qullar da, azad insanlar da. Kulluhum muz'inun li'azamatihi, xadi'una li'izzatihi, muntaziruna limucazatihi, racuna thavabahu, xaifuna min iqabih. Fəlidəlikə xassahu bizzikir.
Bütün insanlar eyni olacaq, krallar, qullar, insanlar hamısı Allah Taala'nın önündə, yəni zəlil vəziyyətdə, gücsüz, aciz vəziyyətdə gözləyəcəklər ki, Allah Taala haqq hesaba çəksin və əvəzini versin. Ondan istəyəcəklər ki, Allah Taala mükafatlar versin. Mükafatlar umacaqlar və əzabından qorxacaqlar. Ona görə də həmin günü fəlidəlikə xassahu bizzikr. Ona görə də həmin günün sahibi, həmin günün ağası, həmin günün bizim dinlənsək kralı, sahibi olmasını xüsusi qeyd edir. Baxmayaraq ki, Allah Taala həm bu dünyanın sahibidir, malikidir, həm də qiyamət gününün. Lakin qiyamət günü xüsusi olaraq qeyd edilir, çünki qiyamət günü digər sahiblər, digər ağalar, digər krallar heç kim qalmayacaq. Bu dünyada ola bilsin var olar, amma qiyamət günü yalnız Allah qalacaq, malik olaraq, məlik olaraq. Ona görə də fəlidəlikə xassahu bizzikr. Ona görə də qiyamət gününü xüsusi olaraq qeyd edilir. Və illə fəhvəl məlikul yevmiddin və qeyrihi minəl əyyəm. Çünki o həm qiyamət gününün sahibidir, həm də digər günlərin sahibidir, malikidir. Tayyib. Devam edirik. Allah Teala buyurur ki, İyyəkə nə'budu və iyyəkə nəstə'in. Biz yalnız sənə ibadət edirik və yalnız səndən kömək istəyirik. Ey nəxussuka vahdəkə bil ibadəti vəl isti'anə. Yəni yalnız səni xüsusiləşdiririk ibadətdə, kömək istəməkdə, dua etməkdə. Lənnə təqdiməl mə'mul yufidul hasr. Və huvə isbətul hukm lil məzkur və nəfihu əmmə ədəhu. Üzr istəyirəm. Tayyib. Burada ərəb qrammatikasına uyğun bir qayda gətirir Şeyx Abdurrahman Sə'di rahiməhullah ki, həmin qaydaya görə mə'mul olanın önə keçirilməsi xüsusiləşdirmə ifadə edir. Yəni o deməkdir ki, yalnız sənə ibadət edirik. İyyəkə, yalnız sənə deməsi o deməkdir ki, başqa heç kimə ibadət etmirik, başqa heç kimdən kömək istəmirik. Və nəfihu əmmə sivə. Fəkənnəhu yəqul nə'budukə. Sanki o deyir ki, yəni qul Allaha deyir ki, yalnız sənə ibadət edirik. Nə'budukə və la nə'budu qayrəkə. Və səndən başqasına ibadət etmirik. Və nəstə'inu bikə. Səndən kömək istəyirik. Və la nəstə'inu bi qayrəkə. Və səndən başqasından kömək istəmirik. Və təqdimul ibadəti aləl isti'anə min bəbi təqdimil əm aləl xas. Və ihtimamən bi təqdim haqqihi təalə alə haqqi abidihi. Nəyə görə birinci dedi ki, sənə ibadət edirik, sonra dedi ki, səndən kömək istəyirik. Nəyə görə kömək istəmək ibadətdən sonra gəlir? Çünki ibadət etmək ümumidir, amma kömək istəmək isə xüsusidir. Yəni, əslində kömək istəmək də ibadətin içindədir. Ona görə ibadət ümumi sayılır, amma kömək istəmək isə xüsusi ibadət növlərindən bir ibadət sayılır. Və həmçinin ibadətin öndə gəlməsi ki, sənə ibadət edirik. Bunu birinci deməyə səbəb odur ki, Allaha ibadət etmək Allahın haqqıdır. Amma kömək istəmək isə qulun haqqıdır. Yəni Allahın haqqı qoy öndə olsun deyə. Vəl-ibadə, ibadət nədir özü? Vəl-ibadə ismun cami'un limə yuhibbuhullahu və yardah minəl ə'məli vəl-əqval əl-zahirəti və əl-batinə. İbadət odur ki, Allah Taala'nın sevdiyi və razı qaldığı bütün əməl və sözlərin cəm olunduğu bir sözdür. İstər zahiri olsun, istər batini, istər görünən, istər içəridə qəlb əməlləri olsun. Yeni təkrarlayıram, Allah Taala'nın sevdiyi və razı qaldığı istənilən əməllər və sözlər bu ibadət adlanır. Bu istər zahiri olsun, görünən olsun və yaxud da ki, batini olsun. وَالْاِسْتِعَانَةُ هِيَ الْاِعْتِمَادِ عَلَى اللّٰهِ تَعَالَى فِي جَلْبِ الْمَنَافِعِ وَدَفْعِ الْمَضَارِ مَعَ الثِّقَةِ بِهِ فِي تَحْصِيلِ ذَٰلِكَ. İsti'anə, Allahdan kömək istəmək nədir? Allaha etimad etməkdir. Özünə fayda verənləri cəlb etmək üçün, çəkmək üçün və özünə zərər verənlərdə uzaq olmaq üçün, onları dəf etmək üçün Allaha etimad etməkdir. Mə'əs-siqati bihi. Və bu işdə
Allaha tam əmin olmaq ki, əminliklə bunu istəmək ki, Allah Taala edəcək, Allah Taala məni qoruyacaq, Allah Taala mənə xeyirli olanı verəcək və ziyanlı olanı məndən dəf edəcək. Və el-qiyam bi'ibadetillahi ve'l-isti'aneti bih huvel vesiletu lis-sa'ade el-ebediyyeh ve'n-necah min cemi'i'ş-şurur. Allah'a ibadet etmək və ondan kömək istəmək əbədi səadətə bir səbəbdir və bütün şərlərdən qorunmağa, xilas olmağa bir səbəbdir. Fələ səbilə ilən-necah illə bil-qiyam bihimə. Nəcata, xilas olmağa başqa yol yoxdur. Yalnız bu ikisindən var. Yəni ibadətlə, bir də Allahdan kömək istəməklə. Və innəmə təkunul ibadətu ibadətən إذا كانت مأخوذة عن رسول الله صلى الله عليه وسلم مقصودا بها وجه الله فبهذين الأمرين تكون عبادة. وذكر الاستعانة بعد العبادة مع دخولها فيها لاحتياج العبد في جميع عباداته إلى الاستعانة بالله تعالى، فإنه إن لم يعنه الله لم يحصل له ما يريده من فعل الأوامر واجتناب النواهي. طيب, ibadet o vaxt ibadet sayılır ki Allah elçisindən götürülsün sallallahu aleyhi ve sellem və bir də Allahın üzü üçün edilsin, yəni Allah üçün edilsin. Bax, bu iki iş tələb olunur. Peyğəmbər sallallahu aleyhi ve sellem necə öyrədibsə, edibsə, o cür eləsin. Yəni bidət eləməsin, əlavə işlə eləməsin. Bir də ixlasla Allah üçün eləsin, Allahın özü üçün. Bax, bu iki işlə ibadətə çevrilir, ibadət sayılır. Və nəyə görə ibadətdən sonra Allahdan kömək istəmək qeyd olunur? Baxmayaraq ki, Allahdan kömək istəmək özü də ibadətdir. Çünki əgər Allah Taala kömək olmasa öz quluna, onda qul həmin bu istəyinə çata bilməz. Yəni Allah Taala'nın əmrlərini yerinə yetirmək, Allah Taala'nın qadağanlarından çəkinmək, yəni bu muradına, bu istəyinə çata bilməz. Bunlar hamısı Allahın köməyi ilə mümkündür. 6-cı ayə Ehdinas sıratal mustaqim, bizi doğru yola yönelt. Ey dullənə və erşidnə və vəffiqnə ilə sıratal mustaqim. Yəni bizə göstər, bizi yönelt, bizi müvəffəq elə doğru yola. Və huvət tariqul vadih el-musilu ilallahi və ilə cənnətihi və huvə ma'rifatul haqqi vəl-əməl bih. Və həmin o doğru yol nədir? O açıq-aşkar bir yoldur, hansı ki Allaha çatdırır, həmçinin cənnətə yetişdirir və o haqqı bilib ona əməl etməkdir. Fəhdinə iləs-sırat və hdinə fis-sırat fəl-hidayətu iləs-sırat lüzum dinil-İslam və tərk mə sivah minəl-ədiyən vəl-hidayətu fis-sırat təşməlu الهداية لجميع التفاصيل الدينية علما وعملا، فهذا الدعاء من أجمع الأدعية وأنفعها للعبد، ولهذا وجب على الإنسان أن يدعو الله به في كل ركعة من صلاته لضرورته إلى ذلك. وهذا الصراط المستقيم هو صراط الذين أنعمت عليهم. طيب, deməli bizi doğru yola yönəlt və o da nədir doğru yol? Allaha çatdıran, Allaha yetişdirən yol, cənnətə yetişdirən yol qəsd olunur və haqqı bilib ona əməl etmək qəsd olunur. Yəni bizi bu yola yönəlt. Və bizi yola yönəlt, bizi doğru yola hidayət elə və bizi doğru yolun içində hidayət elə. Bunların fərqi nədir? Doğru yola hidayət elə o deməkdir ki, yəni İslam dininə hidayət elə və İslamdan başqa dinləri tərk etmək. Bax, bu qəsd olunur. Amma deməli, doğru yolun içində bizə hidayət ver deyəndə nə qəsd olunur? Bu aiddir bütün təfsilatlara, məsəl üçün faydalı elm, həmçinin əməl etmək. Ona görə bu dua özündə bir çox məsələləri əhatə edən
cəm edən duadır. Və Allahın qulu üçün ən faydalı dualardandır. Ona görə də vacibdir hər bir insan ki, Allaha dua eləsin. Bu dua ilə namazın hər rəkatında bu dua ilə vacibdir ki, dua eləsin. Çünki Fatihanı oxuyanda bu duanı etmiş olur. Çünki buna zəruri ehtiyacı var. Yaxşı, doğru yol nədir? Şeyx soram o bir sayəni izah eləyir. Deyir ki Sıratallezine en'amte aleyhim, nemət verdiyin kəslərin yoluna yönəlt. Yəni ki, minən nəbiyyin və sıddiqin və şühədai və salihin. Yəni peyğəmbərlərin, sadiqlərin, sıddiqlərin, şəhidlərin, salihlərin yoluna bizi yönəlt. Qayril məğdubi aleyhim, yəni ki, qəzəbə düçar olmuşların yoluna yox. Ellezine araful haqq və tarakuh. O kəslər ki, haqqı bilib onu tərk elədilər. Bunlardan bizi qoru. Belə olmaqdan qoru. Haqqı bilib onu tərk etməkdən bizi qoru. Və bunlara da aiddir, məsəl üçün, Yahudilər və onların yolu ilə gedənlər. Həmçinin qayri sıratil əddallin, həmçinin zəlalətə duçar olanların yolundan bizi qoru. Onların yoluna yönəltmə. Onlar da kimlərdir? Ellezine tarakul haqqa ala cehlin və dalal. O kəslər ki, haqqı tərk eləyiblər, lakin cahilliklərinə görə, zəlalətdə olduqlarına görə. Yəni, cahillik və zəlalətlə haqqı tərk ediblər. Onlar da kimlərdir? Misal üçün, onlara misal kimi də nəsrani, xristiyanları göstərmək olar və onların yolu ilə gedənlər. Fəhədihi suratu alə icazihə qad ihtəvət alə mə ləm təhtəvi aleyhi surə min surəl Qur'an. Bu surə baxmayaraq ki, balacadır, lakin Quran-ı Kərimin digər surələrində heç bir surənin əhatə eləmədiyi məsələləri özündə əhatə edib. Fətadammənət ənva'ət təvhidə sələsə. Tövhidin 3 qismini özündə əhatə edib. Təvhid-ül rububiyyə, yuxəzu min qavlihi Rabbil aləmin, və təvhid ilahiyyə, və huvə ifradullahi bil ibadə, yuxəzu min lafz Allah və min qavlihi İyyəkə nə'budu və İyyəkə nəstə'in. Yəni, əhatə eləyib həm təvhid rububiyyəni Rabbil aləmin deyəndə bu qəsd olunur, aləmlərin Rəbbi. Uluhiyyə tövhidini özündə əhatə eləyib Allah deyəndə və yaxud da ki, yalnız sənə ibadət edirik deyəndə bu uluhiyyə tövhididir. Çünki uluhiyyə tövhidi nədir? Allahı ibadətə təkləşdirmək. Elə burada da o deyir, biz yalnız sənə ibadət edirik. Və təvhidil əsma'i və sifət, ad və sifətləri özündə əhatə eləyib bu surə. Və huvə isbət sıfətil kəmal lillahi teala əlləti ətbədəhə li nəfsihi və ətbədəhə ləhu Rasuluhu sallallahu aleyhi ve sellem min qeyri ta'tilin və la təmthilin və la təşbih və qad dələ alə zəlikə ləfzul həmd kəmə təqəddəm. Ad və sifətlər də burada əl-həmd hissəsində qeyd olunub. Deməli, burada da deyir ad və sifətlər tövhidi nədir? Allah Taala'nın deməli, sifətlərini isbat etmək. O sifətlər ki, Allah Taala özü üçün isbat edib, yəni özü buyurub, özü isbat edib və yaxud da ki, onun elçisi isbat edib Allah üçün. Ki, Allah Taala'nın belə bir sifəti var. Və biz bunları iman gətiririk, inkar etmədən, həmçinin oxşatmadan, misal çəkmədən, bənzətmədən və tadammənət isbət ən-nübuvvə fi qavlihi Teala ihdinas sıratal müstəqim lənə zəlikə mumtəni' bidun risalə. Və həmçinin peyğəmbərlik barəsində də orada bəhs edilir. Harda? Burada. Bizi doğru yola yönəlt hissəsində. Çünki peyğəmbər olmadan doğru yol mümkün deyil. Və isbət əl-cəza aləl-ə'məl fi qavlihi Məlik yevmiddin və ennəl cəza yəkunu bil-adl ləənnəd-dinə mə'nahu əl-cəza bil-adl. Həmçinin qiyamət günü barəsində də bəhs olunur. Çünki bizi doğru qiyamət gününün malikinə, sahibinə və bu ayədə həmin o əməllərə görə, yəni əməllərə görə cəzanın, mükafatın, əvəzin verilməsindən bəhs edilir. Əməllərə görə verilməsindən bəhs edilir. Çünki Allah Teala deyir ki, qiyamət gününün, haqq hesab gününün sahibinə, malikinə.
Və həmçinin həmin o haqq hesabın ədalətli olmasına dəlalət edir. Niyə? Çünki həmin o din deyəndə, Məlik Yevmiddin, din ərəb dilində mənası odur ki, ədalətlə əvəzini vermək. Və tədəmmənət isbət əl-qədər və ennəl əbdə fəilun həqiqətən xilafən lil-qədəriyyəti vəl-cəbriyyə və həmçinin qədər məsələsində də doğru olanı ispat eləyir ki, qul həqiqi olaraq faildir. Necə ki, bunu qədərilər və cəbrilər bunun xilafını deyirlər. Bəl tədəmmənət ər-rədd alə cəmi'i əhlil bid'ə. Nəinki qədəriyyə, cəbriyyə rədd var burada. Bütün bidət əhlinə rədd var və həmçinin zəlalət əhlinə. Nəyə görə? Bəl tədəmmənət ər-rədd alə cəmi'i əhlil bid'ə və dalal fi qavlihi ihdinəs sıratal müstəqim lənnəhu ma'rifatul haqqi vəl-əməli bih. لأنه معرفة الحق والعمل به وكل مبتدع وضال فهو مخالف لذلك وتضمنت إخلاص الدين لله. Deməli, nəyə görə bütün bidət əhlinə və zəlalət əhlinə rəddiyə var bu surədə? Çünki deyəndə ki, bizi doğru yola yönəlt. Çünki doğru yol odur ki, haqqı bilib ona əməl edəsən. Və beləliklə də hər bir bidətçi və hər bir zəlalət əhli buna müxalifdir. Yəni, bidətçidirsə deməli haqqı əməl eləmir və həmçinin zəlalət əhlidirsə deməli haqq üzərində deyil. Və tədəmmənət ixlas əd-din lillahi təalə və ibadə və isti'anə fi qavlihi İyyəkə nə'bud və tədəmmənət ixlas əd-din lillahi təalə ibadətən və isti'anə fi qavlihi İyyəkə nə'bud və iyyəkə nəstə'in. Deməli, bütün ibadətinin, bütün dinin ixlasla yalnız Allaha aid edilməsini də əhatə edib bu surə. İbadət cəhətdən, kömək istəmək cəhətdən. Çünki Allah Teala deyir ki, İyyəkə nə'budu və iyyəkə nəstə'in. Yalnız sənə ibadət edirik və yalnız səndən kömək diləyirik. Fəlhamdülillahi Rabbil aləmin. Elə isə aləmlərin Rəbbi olan Allaha həmd olsun və yaxud ki, həmd Allaha məxsusdur, aləmlərin Rəbbi olan Allaha. Vəlhamdülillah, Allaha həmd olsun ki, Allah subhanahu wa ta'ala bizi müvəffəq elədi. Bu surənin qısa izahı ilə, təfsiri ilə tanış olduq. Allah subhanahu wa ta'ala əməllərimizi ixlaslı eləsin və qat-qat əvəzi, mükafatı verilənlərdə eləsin. İxlas ona görə mühümdür. Bir əməl eləyirsən, amma Allah Teala 700 qata kimi əcr mükafat verir. Ona görə ixlas önəmlidir. Və həmçində əməlin qəbul olması üçün, hətta bir qatın belə qəbul olması üçün şərtdir. Şeyx Abdurrahman Əs-Sə'diyə, Allah Teala rəhmət eləsin, bütün alimlərə, ölmüş, vəfat eləmiş bütün alimlərə, elm tələbələrinə, elm əhlinə Allah Teala rəhmət eləsin və sağ olanları isə Allah Teala qorusun, onlara bərəkət versin və bizləri onların elmlərindən faydalanmağa müvəffəq eləsin. Velhamdülillahi Rabbil alemin.